Əziz qardaşlar, əziz izləyicilər, sizlə danışan Qulu Beyləqanlıdır. Hamı bilir ki, ən yaxşı heyvanları mən satıram. Ən yaxşı heyvanlar, ən sort heyvanlar məndə olur, qardaş. Belə dümboz kərə, 50 baş, qurt qulaq, dəvə qulaq, xam şişəklər çıxartmışam efirə. O həm məndən istəyir, qardaş, təmiz sort istəyirəm. Elə sort olsun, baş sort olsun, dönmə olmasın. Qardaş, baş sort istəyirsən, təmiz sort istəyirsən, əleyqə saxla, gəl apar. Qulaqlarına bax, maşkallı olsun. Elə bir qələmlə çəkilir qulaqlar. 50 baş heyvandır, sırf tatallar cinsi, qardaş. Hamısı xam şişəklərdir, xam şişəklər. Şişək deyilə hələ az qalıb şişək olmaqlarına. Xam şişəklərdir bunlar. Dümboz kərə, qardaş. Kim almaq istəsə əleyqə saxlasın. Baba, heyvan da çəkirəm, bax, qardaş. Dümboz kərə. Qurt qulaq, dəvə qulaq. Quyruqlarına da diqqətlə baxın, hamısı çölmə quyruq. Yəni, sallaq quyruq, mallaq quyruq bunun içində heyvan yox. Sallaq quyruq heyvandan qoyun olmur. Bir qarın, iki qarın doğandan sonra quyruq yerlə gedir. Elə heyvan yəni sonra qos götürmür. Yazıq qosu neynəsin? Aşağıdan quyruğun qarı sürənməyəcək. Qoşda günah görmürəm. Ona görə bəri başdan sallaq quyruq almayın. Sort budur, qardaş. İstəyən əleyqə saxlasın.